Videoya geçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Mənim anamın günahı nə idi? Niyə mənim anamı... Xanım, onu rəhbərliyə bildiniz şikayət. Rəhbərlik bilmir, sizin bu xəstəxanada mənim anam rəhməti gedib. Bilmir, baş həkim bilmir, burada nə baş verir. Siz şikayətinizi bildin, görsünüz. Məni ki, aparın baş həkimə. Anam sizin reanimasiyada rəhmətə gedib. Cavab verməlisiniz. Bax, o reanimasiyada anam rəhmətə gedib. Tural Rəhimli. Və mən Erdemir rəhbərliyi ilə görüşmək istəyirəm. Çünki dünənlərim Tural Rəhimlinin köməkçisi Arzu xanım iddia edib ki, jurnalistə biz pul ödəməmişik. Mən 26.000 manat ödəmişəm, məndə qəbz var. 9.500 də mən həkimin əlində pul ödəmişəm. 3.500 manatı kart-to-kart həkimə eləmişəm, göndərmişəm. 6.000 manatı nəqd əlinə saymışam və Arzu xanım köməkçisi mənə deyir ki, mən ondan nağd pul almamışam. Və mən bu xəstəxanaya 36.000 manat pul vermişəm. Mənim anamı reanimasiyada öldürüb mənə veriblər. Xanım, gəlin keçək baş həkimə. Gedin üstədiyinizi yayımlayın. Çəkin də bunu. Mən çəkin. İcazə vermir Rəhbərlik qəbul edirəm. Rəhbərlik media qəbul edirəm. Eşidirsiniz siz məni? Mənim anam bu reanimasiyada rəhmətə gedib. Sizin həkimiz yəlləkarlıq ucbatından. Qaytara biləcəksiniz mənim anamı. Beləcə xəstəxana rəhbərliyi ölüm faktına münasibət bildirməkdən imtina etdi. Ümid edir. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.